Baxın, kimlərlə oturub dururlar. Adam prosta kəsdə qari, ad çəkmək istəmir. Subay qadınam, özüm bilərəm. Kimisə ərin əlindən almıram, kimisə artıq hərəkət eləmirəm. Kimə nə var mənim şəxsi həyatımdan, mən necə yaşayıram? Uşağımı çölə atmışam, uşağımı aparıb yetimxanaya qoymuşam. İzləyicilər də şahiddir ki, mən uşağıma necə baxıram, uşağıma nə cür baxıram. Necə geyindirirəm, necə ki, bacardığımı edirəm də, əlimdən gələn budur. Tək qadın olaraq əlimdən gələn budur. Evimdə oturmuşam 7-24 canlı açıram. Nə əxlaqsız hərəkətimi görmürsünüz? Bəlkə bir dəfə klubda canlı açmışam, bəlkə bir dəfə əlimdə içki açmışam, bəlkə bir dəfə hansısa pozğunxanada oturub canlı açmışam. Bəlkə gecə gündüz 24 saat özünüz yazırsınız ki, buradasan. Harda neynədim, nə tərbiyəsizlər, harda elədim evin içində? Yeddi ildir gözünüzün qabağındayım. Sənə çox sağ ol, Ürəyim. Allah o qədər normal insanları deyə anormallaşdırırlar ki, Quran and olsun, mərdi qova namərd edir bu bəziləri. İnsan əxlaqsızlıq eləmir, eləməyə deyirlər. Deyirsən, bu elə eybi yoxdur, onsuz da deyirlər. Mənim tərəfimi tutan qadınların da kişilərində damarında qiryə taxır ona görə. İnsanlar bilir kimin haqqını necə tutmaq lazımdır. Amma insan heç vaxtı başsız qadınları təkləmək olmaz. Bu kişilikdən deyil. Duxları çatır gedib arxalarında adam olanları təkləsinlər. Onda onlara kişi deyərəm. Mən qadın halımdan onları tet-a-tet dəvət elədim Azərbaycana ki, gəlin oradakı söyüşləri mənim üzümə deyin. Sən öl, Qurana and olsun, Qurana da əlimi basaram, alaram biletlərimi verərəm, pullarını da gəlsinlər. Amma onu onların eləməyə hünəri çatmaz. Mən onlardan 1000 dəfə kişiyəm. 1000 dəfə. Filan kəsin qəbirdə yatan anası belə getdi. Filan kəsin hicablı anası belə getdi. Filan kəsin nə bilim filan şeyi uşağı belə getdi. Tutbalı cəmaatın qəbirdə yatan anasını, cəmaatın hicablı anasından. Onları buraxıram, onlara özləri üzərinə sözün deyə bilmirlər. Mənim uşağım tüpürəsən belə reklama. Qanışına şikayət eləyəcəyik. Təbii ki, eləyəcəyik.
Çox sağ olun uşaqlar. Kim mənim yanımdadır, Allah onun yanında olsun. Mən olmayım, başqası olsun. İnsan heç vaxtı qadını, ümumiyyətlə tək qadını təkləməz. Kişilikdən deyil. Bura bəzi yerlər deyir ki, qadını təklənsin, göz yumulsun. O mənə adla məhkəməyə verəcək. Mən o uşağını, kimisə anasını söyəni, bacısını söyəni qoşub misafirə haqq verməmişəm ki. Onu eləyən mən olmamışam, onu o eləyib. O indi özünü sudan açıq çıxardır, versin, problem deyil. Geçsin, versin. Hansı əsasla verəcək, mənə də çatmır. Onun axırına baxarsınız indi siz. Görəkdə hodru meydan. Mənə də Ləman 41 deyərlər bu TikTokda. Bir dənə mən yayıncı ilə bacarmayacaqsan sən Rasifoğlu. Sən məndən bacarmayacaqsan. Səninlə məhkəmədə axıra kimi gedəcəm. Sənə kişi qızı kimi söz verirəm. Mən sənin üçün o yayıncılar var, gəlib sənə hədiyyə atan. Onlardan deyiləm, sənə boyun əyənlərdən yaxşı. Sözümü deyirəm, arxasında da axıra kimi duracam. Haqq ədalət var, qurban olum Allaha, həmişə. Nigar xanım, çox sağ olun. Kim kimə haqsızlıq edir, Allah mənim vasitəmlə o insanları bildirir. Çünki mənim ürəyim Allahın sevgisi ilə doludur. Mənim ürəyimdə Qurani Kəriman da olsun, heç kimə qarşı pislik yoxdur. Ona görə də mənə sataşan bu həyatda heç vaxt xeyir tapmır. Heç vaxt da tapmayacaq. Kim kimə pislik edir, Allah onu mənim vasitəmlə göstərir. Allaha qurban olun. Hər şeydə bir xeyir var. Heç kəsin haqqı heç kəsdə qalmış. Tək qadınların ahı həmişə pis tutur. Quran haqqı. Çünki tək qadınlara həmişə Allah dayaqdır. Allah dayaqdır və Allah həmişə onların yanındadır. Vallah yanındadır, billah yanındadır. Kim onlara dəyir, Allah heç vaxt onlara xeyir vermir. Heç vaxt da verməyəcək. İstəyirsiniz bu sözümü inanın, istəyirsiniz verməyin. Allah həmişə elə qadınlara sataşanların qabağına 1000 qatını çıxardır. Nəylərlənsə sınıyır. Bunu unutmayın ha, heç vaxt. Heç vaxt unutmayın. Allahın ədaləti həmişə var. Bu sözü heç vaxt yaddan çıxartmayın. Kim qınıyar tək qadınları, kim şərliyər, kim pis söz deyər, Allah onların qabağına 1.000.000 qatını çıxardır. Paxıl olmayın qızlar. Heç vaxtı bir-birinizə dəstək olun, bir-birinizə dayaq olun. Kişilərin əksəriyyəti görürsünüz, nə qədər pis olsa da bir-birinin ayağını vermir. Siz də qadın olaraq bir-birinizin ayağını verməyin. Düzdür, yaxşı qadınlarımız çoxdur. Çox sağ ol Ulya. Amma bəzən ayaq tapdalayan qadınlar da çoxdur. Heç vaxt bir-birinizin ayağını verməyin. Heç vaxtı verməyin. Çünki sonra siz də gedib boşana bilərsiniz. Sizin də tək uşaqla uşağınızı böyütmək məcburiyyətinə qala bilərsiniz. İndi atavız ola bilər, anavız ola bilər. Sabah yadınızda saxlayın ki, onlar olmayacaq. Onlar olmayacaq. Sizi təkləyənlər də çox olacaq, şərləyənlər də çox olacaq. Hər şey gələcək başınıza bu həyatda, hər şey. Bunu unutmayın. Amma haqqınızı həmişə savunmağı bacarın. Heç kəsə boyun əyməyin. Qorxmayın savaşmaqdan. Yıxılacaqsan, amma duracaqsan ayağa, əmin ol. Heç vaxt savaşmaqdan qorxma, axıra kimi get.